Şüşə arxasında gördüyümüz əşyalar muzey eksponatına çevrilənə qədər uzun bir yol keçir. Özündə tarixi yaşadan bu eksponatlar bəzən bir insan ömrü haqqında geniş təsəvvür yaradır. Məsələn, qəbir daşları. Milli Xalça Muzeyində mühafizə olunan məzar daşlarından biri Azərbaycanın qədim torpaqlarından olan Zəngəzurun Urud kəndindən xəbər verir. 1971-ci ildə Ağdamdan muzeyə gətirilən qəbir daşı bir ömür hekayəsini qoruyub saxlayır. Bizim mədəniyyətimizdə insanın dəfnindən sonra, insan dünyasını dəyişdikdən sonra onların məzarlarının üzərində onun ruhunu əbədiləşdirmək üçün və onun haqqında məlumat vermək üçün bu növ sinə daşları qoyulurdu. Adətən bunlar əgər kişi olurdusa, onda təbii ki, bunun qəbrinin üzərində silah qoyula bilərdi və yaxud ovçu qoyula bilərdi və yaxud döyüşçü timsalında belə bir obraz yaradıla bilərdi. Qadın olduqda isə onun peşəsi ilə, onun həyatda yaşadığı zaman gördüyü işlərlə bağlı müəyyən bir atributlar burada həkk edilirdi. Daşın üzərindəki təsvirlər 16-17-ci əsrlərin məişətini və dini inanclarını günümüzə daşıyır. Mütəxəssislər isə bildirir ki, bu nümunələrin əsas xüsusiyyəti peşəkar ustalıqdan çox xalq sənətinə xas səmimiyyət əks etdirməsidir. Bu qəbir daşının üzərində cızma, oyma üsulu ilə qabartma texnologiyasında burada obrazlar, süjetlər yaradılıb. Burada xana, xalçanın toxunduğu zaman istifadə olunan dəzgah, indi biz ona deyirik xana, qadın obrazı və burada müəyyən bir dini ritual təsvir edilir. Oxşar motivlər və təsvirlər Azərbaycanın müxtəlif bölgələrində rast gəlinən qədim ənənənin izlərini göstərir. Hətta nəinki bu formada olan bu sinə daşlarında, bu gördüyünüz kimi düz bucaqlı formasında da, hətta at formasında, qoyun, qoç formasında olan sinə daşları üzərində də bunlar həkk edilirdi və bu mədəniyyət yalnız Türk xalqına məxsus olan bir mədəniyyətdir. Məzar daşları xalçalarımızın naxışlarına mövzu olmaqla yanaşı, Türk dünyasının qədim dəfn mədəniyyətini öyrənmək üçün də mühüm mənbədir. Fəridə İsmailova, Emin Əhmədzadə, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.